Diz refleksində sadə refleks soruşur bizdən. Hərəki neyron əlaqəli ola bilər. Biz bilirik diz refleksində 2 dənə neyron iştirak edir. Neçə neyron idi burada? 2 neyron. Bir hansı neyron idi? Bir hissi neyron. Bir də hərəki neyron. Ara neyron yoxdur. Olmur. Diz refleksində tamam bir dənə refleksi göstərək neyron çəkək burada. Deməli bu olsun bizim hissi neyronumuz. Bir de hərəki neyronumuz vardı. Hərəki neyronumuz bu olsun. Hərəki. İndi diz refleksində 2 neyron vardı. Deyir ki, nə ilə əlaqəli ola bilər? Bilirik ki, bu hissəmiz, bax, diz refleksində hərəki neyron deyir. Hərəki neyron dediyi üçün, yəni bu hissəmiz deyək ki, diz refleksində reseptor hissəmiz olacaqdır. Hissi neyron reseptorudur. Bu isə işçi orqana gedən hissəsidir. Baxın, işçi yazdım, qısaca iş yazdım içərisinə. Hərəki neyronu soruşur bizdən. Hərəki neyronu soruşduğu üçün biz bunu tapar bilərik də, yəni asanlıqla deyə bilərik ki, hansı ilə əlaqəsi vardır. Ara neyron səhv cavabdır. Çünki ara neyron burada ümumiyyətlə yoxdur. Qaldı bizim işçi orqanla əlaqəlidir. Bəli, bu düzgün cavabdır. İşçi orqanla əlaqəlidir. Bir də reseptorla əlaqəli ola bilməz. Çünki reseptor hissəmiz, baxın, reseptor xüsusilə duyğu hissi neyronunun belə deyək ki, dendritlərin ucuna deyirik. Və ona görə də onunla əlaqəli ola bilməz birbaşa. Və deməli olacaqdır burada düzgün cavabımız hissi neyronla əlaqəlidir. Bəli, 2 ilə əlaqəlidir. Bir də işçi orqanla əlaqəli olacaqdır. Reseptorla da birbaşa əlaqəsi yoxdur. Düzgün cavab 1 və 2.